Sizi ulu bir diyarın övladı salamlayır. Odlar yurdunun şimal-şərq bölgəsində, əzəmətli Qafqaz dağlarının ətəklərindən coşqun Xəzər dənizinin sahillərinə qədər uzanan Şirvan diyarının övladı. Bəs siz bu məmləkətdə mövcud olmuş qocaman şərqin ən uzun ömürlü dövlətinin sirlərindən xəbərdarsınızmı? Qədim zamanlarda bol bəhrəli Şirvan diyarı şirlər oylağı olmuşdur. Bu cəsur heyvan yerli əhalinin dünya görüşünə görə güc və qüdrət rəmzi idi. Şirvanşah Fərrux Yasarın mənbələrdə Şirənşah, Şirlər şahı adlandırılması da təsadüfi deyil. Şirvanın vaxtilə siyasi, mədəni və ticarət mərkəzləri olmuş qədim Şamaxı, Bakı, Dərbənd və Qəbələ kimi şəhərləri 6-16-cı əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin bütün şərqdə tanınmış məşhur məntəqələri idi. Şirvan hökmdarları Şirvanşah titulu daşımışlar. Dövlətin ilk nümayəndələri cəsur sərkərdələrin nəslindən olmuş. 6-cı əsrdən etibarən Dərbənd səddini mərdliklə müdafiə etmişlər. Salnamələr xəbər verir ki, Şirvanşah Şəhriyar 7-ci əsrdə Ərəb istilası dövründə Şirvan dövlətinin sabitliyini qorumuş cəsur hökmdar idi. Ərəb xilafətinin zəifləməsindən istifadə edən Heysan İbn Xalid tam müstəqil siyasət yürüdərək Şirvanşahlar dövlətinin hökmdarı oldu və əlverişli coğrafi, strateji mövqeyə malik Şamaxı şəhərini paytaxt seçdi. 12-ci əsrdə Şirvanşah 3-cü Mənüçöhrün əmri ilə Bakının məğrur qala divarları möhkəmləndirildi. Şirvanşahlar dövlətinin ən müdrik hökmdarı olmuş Şirvanşah 1-ci Şeyx İbrahim Əmir Teymur Toxtamış xan tərəfindən aparılmış müharibələrə rəğmən ölkənin bütövlüyünü qorudu. Qədim zamanlardan Abşeronda əvəzsiz nemət sayılan neft çıxarılmış, duz hasil edilmişdir. Hətta 13-cü əsrdən etibarən zərif Şirvan ipəyi İtaliyaya, Fransaya ixrac olunmuşdur. Gücünü mərd şirdən almış, bolluq, bərəkət arzusunu öküz başı simvolu ilə ifadə etmiş. Səmasında qızılı bayraq dalğalanmış bu dövlət dünya elminə, ədəbiyyatına, Xaqani, Nəsimi, Bəxuvi kimi onlarla dühalar bəxş etmişdir. Göz oxşayan Şirvanşahlar sarayı, əzəmətli nadir memarlıq inciləri bu dövlətin ərazisində onun mahir ustalarının zəhməti ilə ucaldılmışdır. Bu min ildə Şirvanşahlar dövlətinin ərazisindən onlarla xalqın yolu keçdi. Neçə düşmənlə üz-üzə gəldik, neçə din bir-birini əvəz etdi. Lakin Türk birliyi, İslam təfəkkürü, vətən sevgisi bütün çətinliklərə sinə gərdi və bizə qədim, şanlı dövlətin varisləri olmağı nəsib etdi. Buradan düşeceksiniz yeraltı yola. Bu yeraltı yolu da Şirvanşahların yeraltı yoluyla birləşib gedib çıxıb Uramoy dənizə. Təfərrüatı ilə Prezident İlham Əliyev Mehriban Əliyevanın Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir, Azərbaycan Respublikası Konstitusiyasının 103.1-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq qərarı alıram.
Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının prezidenti. Bakı şəhəri 21 fevral 2022. Fevralın 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Bugün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir. Cənubi Qafqazın ən böyük partiyasıdır və bugün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxındır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır və deputat kimi çox işlər görür. Təmsil etdiyi dairəni sosial, iqtisadi problemlərinin həlli işində çox böyük addımlar atır. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Maqalı içərişə Yunanistan qara siyasətində olan borçlarları yönətəcək. Ondan sonra bir çox tədbirlər həyata keçirildi. Xarici ekspertlər dəvət olundu. Onların rəylərini bizə aldı. Onların köməyi ilə, onların dəstəyi ilə nöqsanları qaldırılıb aradan. Bütün lazımlı bərpa işləri apardı. Və əlbəttə bu məkan bizim hər birimiz üçün ən əziz və ən mühüm məkandır. Yəni qalacaqmı, yoxsa söküləcək? Sizin qərarınız nə olacaq? Nədən danışırsınız siz? Nədən Buradakı o söküləcək? ikinci mərtəbə ki, qaldırılır, əsasən ictimaiyyətdə narazılıq olanları, yəni qala divarlarını başını görmək mümkün. Mənim ondan ibarətdir ki, burada olan obyektlər hansı vəziyyətdədirsə, hansı hündürlükdədirsə, eyni o şəkildə olmalıdır. Qala divarlarını heç bir şey bağlamamalıdır. Çox sağ olun. Prezident İlham Əliyev akademik Arif Paşayevə təbrik məktubu göndərib. Məktubda deyilir: Hörmətli Arif müəllim, sizi 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir. Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiz. Uzun illər ərzində apardığınız samballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda sizə şöhrət qazandırmışdır. Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirə layiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvü sürətdə tamamlayır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksək ixtisaslı kadrların hazırlanmasında, habelə akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz var. Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir. Əziz Arif müəllim, bu əlamətdar gündə sizə möhkəm can sağlığı, xoşbəxtlik və işlərinizdə yeni müvəffəqiyyətlər arzuluyuram. Prezident İlham Əliyev Hafiz Paşayevin birinci dərəcəli vətənə xidmətə görə ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. Hafiz Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzun müddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.